Salam əziz izləyicilər. Bugün sizinlə qış üçün çox dadlı və ətirli çeylək kompotu hazırlayacağıq. Resept həm asan, həm də çox sərfəlidir. Əvvəlcə çeyləklərin saplaqlarını təmizləyirik. Bol suda dəfələrlə yuyuruq. Sterilizə olunmuş butulkalara çeyləkləri əlavə edirik. Üzərinə şəkər tozu əlavə edirəm. Şəkər tozunun miqdarı 200 ml stəkanla 2 barmaq əskik əlavə edirəm. Üzərinə qaynar su tökürəm və ağzını yaxşıca bağlayıram. Daha sonra masanın üzərində diyirləndirirəm ki, şəkər ərisin. Soyuyuna qədər üzərlərini qalın adyalla örtürəm. Budur, ətirli və rəngi göz oxşayan çeylək kompotumuz hazırdır. Resepti bəyəndinizsə, videonu bəyənməyi, paylaşmağı və kanala abunə olmağı unutmayın. Nuş olsun!